Qur'an-ı Kərimin mübarək Ənbiya Peyğəmbərlər surəsinin 90-cı ayəsində وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ Allahdan övladı olmayan, övlad arzusunda, həsrətində, intizarında olanlara, xüsusilə o ailələr ki, övladın olmamasına görə boşanma, ayrılma astanasındadır, Allah onlara oğul, qız fərq eləməz, gözəl paylarını verməklə o ailələri sevindirsin. Və övladı olmayan, övlad sınağında olanların da məhz bu ayəni oxumaları əzbərləyib, daima qunutda belə oxumaları tövsiyə olunub ki, bildiyimiz kimi Zəkəriyya Peyğəmbərin də övladı uzun illər idi, olmurdu. Və səcdədə, qunutunda hər zaman duası buydu. وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ Zəkəriyya Peyğəmbər öz Rəbbini belə səsləyərdi, belə çağırardı ki, Rəbbi la təzərni fərdən. Ay mənim Allahım, məni tək tənha buraxma. Yəni, ümid, az öncə mövzumuzun ki, adı ümiddir. İnsan nələrəsə görə yaşayır. Məsələn, qurub, yaşadıb və özündən sonrakılara çatdırmaq üçün o yüksək hədəf və amal uğrunda bu həyatda addımlayır və çətinliklərə sinə gəlməyə çalışır. Allahdan belə dua edərdi ki, Rəbbi la tədərni fərdən. Ay mənim Allahım, məni tək qoyma cinən. Və anta xayrul varisin. Sən varislərin ən xeyirlisi, yəni mənə bir gözəl övlad nəsib elə ki, məndən irs aparsın. Fastacabna ləhu və vəhabna ləhu Yahya. Allah Teala Peyğəmbərə buyurur ki, biz Zəkəriyyanın bu duasını eşitdik, qəbul etdik və ona Yəhyanı hədiyyə olaraq verdik. Duasını qəbul edib ona bir oğul övladı verdik. Və əsləhna ləhu zəvcəhu və ona bir salihə zövc və zövcə olaraq, ailə olaraq və əsləhna ləhu zəvcəhu İnnəhum kanu yusari'un fil xeyrat. Onlar bir ailə olaraq, xanım və kişi, ər və arvad olaraq Allahın xeyirlərində çalışırdılar. Və yəd'unəna rəğabən və rəhabən və kanu lənə xaşi'in. Ümid və qorxu hissi ilə bizi çağırardılar, dua edərdilər və bizim itaətimizdə olan qullardan oldular. Baxın, ayədə rəğabən və rəhabən, qorxu və ümid olaraq, yəni insanda əgər bu iki hiss eyni vaxtda olarsa, insan tərəqqiyə varar. Allahın ondan istədiyi bəndə olar. Baxın, Həzrəti Musa Peyğəmbərin hadisəsini bilirsiniz, dilinin pəltək olması və qardaşı Harunu özünə vəzir, köməkçi istəməsi və Fironun da tüğyanları bəlli idi. İddia eləyərdi ki, Ənə Rabbukumul Əla. Mən keçən cümə xütbəsində burada olan əzizlərimiz bilir, ibrət mövzusunda danışdıq və orada məhz Fironun o zülmündən, sistəmindən də söz açdıq və əsl həqiqətdə bugün o zalimlara, bugünümüzdə olan o zülmü açıq-aşkar eləyənlərə Firon əleyhillənə vəl-əzab ən böyük ibrətdir. Çünki dünyada zülmü tüğyan eləyən insanlara Fironun sarayı ya Firona verilənin milyonda biri verilməyib. Amma bugün ondan nə taxt-ı tacından, nə ondan bir əsər əlamət qalmayıb. İnnəhu tağa, o artıq tüğyan edirdi və hətta bu iddiada idi ki, Ənə Rabbukumul Əla, mən sizin böyük Rəbbinizəm. Onlar, Allah insana hər nə verirsə versin, gərək insan insanlığın əlindən verməsin.